Azərbaycan Respublikasının aidiyyatı qurumlarına və Ekoloji Təbii Sərvətlər Nazirliyinə müraciət. Lənkəran şəhərində yerləşən Hirçan parkında ağacların kəsilməsi ilə bağlı vətəndaş narazılığı davam edir. Sakinlərin bildirdiyinə görə yaşıllıq sahəsinə ziyan vurulur və parkın təbii mühiti pozulur. İddialara əsasən prosesə nəzarət edən şəxslərin arasında Şakir Quliyevin adı da hallanır. Vətəndaşlar aidiyyatı qurumlardan məsələnin araşdırılmasını və yaşıllığın qorunmasını tələb edir. Daha ətraflı vətəndaşları dinləyək. Cənab nazirimiz, cənab prezidentimiz ən çox kütləvi şəkildə ana təbiətimizdə məhv olan xırma ağaclardır. Baxın, kütləvi şəkildə ağacları bu formada kəsirlər. Bax, kiməsə şər böyütan deyil ki bu. Baxın, nümayəndə də gəlir Hirçan Milli Parkın gözətçi vəzifəsində işləyən Talih Rəssam oğlu Abbasov 2 gün əraziyə yoxlama gələrək budur. Hər şey gizlədir. Baxın, cənab nazir, oxumaya deyir ki, məni sahə rəis götürürlər, mən pratika keçirdirəm. Baxın, bu deyə, pratika buna deyirlər, kütləvi şəkildə xurma ağacları əlbir olurlar, verirlər kəsməyə. Ana təbiətimiz qan ağlayır. Cənab nazir, mən çoxdan idi çəkilişə çıxmırdım, köməkli eləmirdim, mənə ad qoyurdular. Hətta onların səs yazıları da var, mənə ad qoyurdular. O səbəbdən mən ana təbiətin nəzarət etmirdim. Gördüm ki, ana təbiətimiz kütləvi şəkildə məhv olur. Mənə ad qoyurlar, cənab prezidentimiz, 1-ci xanımımız, Leyla xanım. Mən təbiəti qoruduğum üçün mənə ad qoyurlar. Hətta onların səs yazıları da var məndə. Mənə ad qoyublar, mənə ləkə ad qoyurlar. Baxın, mən qorumasam, dövlətimizə dəstək olmasam, ana təbiətimiz kütləvi şəkildə məhv olur. Mənə dəstək olun. Məni hədəliyirlər. Baxın, məni hədəliyirlər, mənə ad qoyurlar. Mən ana təbiəti qoruyuram. Dövlətimizə köməklik göstərirəm. Çünki təbiət bizim gələcəyimizdir. Allah rəhmət eləsin, ölü öndərimiz deyir. Kimsə bir ağacı kəsəndə elə bilirəm mənim balalarımın başını kəsir. O söz mənim gözümün qabağına gəlir. O səbəbdən mən ana təbiəti qoruyuram. Mənə köməklik göstərir. Salam əziz Azərbaycan xalqı. Mən Nuriyev Aslan Qafaroğlu, Lənkəran şəhəri Hirçan qəsəbə sakini. Sambulan gölü ilə bağlı bu 1 ilə yaxındır artıq davam edən bu problem, bilet pulu, nə bilim, buradakı sahibkarların incidilməsi, haqsız yerə, vətəndaşlardan haqsız yerə ödənişlərin tələb olunması ilə bağlı mən də vətəndaş olaraq öz fikrimi bildirmək istədim və bəzi Lənkərandan olan blogerlər əfsuslar olsun ki, bu işə təkan verirlər çəkilişləri ilə, nə bilim, hər yerdə ödənişlidir, hər yer belədir, filandır, Lənkəran niyə olmasın, Lənkəranda da ödənişli olanda nə olar, 2 manatdır da, böyük bir pol deyil, nə bilim, nə? Qıramıram, dar düşüncəli insanlardır, qanunvericilik nədir, başa düşməyən insanlardır. 11 il ərzində orta məktəb dövründə cəmi üst-üstə hesablasın 1 ilə gedən adamlardır. İndi sadəcə TikTok çoxunu bir balaca maraqsız insanları gündəmə gətirib çıxarıblar. İndi biz neyiniyək, bugünün tələbi budur. Baxın əziz insanlar, göstərim sizə bildiyiniz bataqlıq, bildiyiniz meşə, bildiyiniz tikanlıq. Yəni bax, bura hal-hazırda dayandığımız məkan Lənkəran şəhər Daşqatı kəndinin ərazisindən keçən yolun üzərindəyik. Burada Hirçan Milli Parkın əməkdaşları gəlib qalırlar iş vaxtlarında. Hal-hazırda da orada digər çayırların qarşısında qalıb. Bura gələn insanlara 2 manatdan ödəniş tələb edirlər. Baxın, 2 manat ödənişi nə üçün tələb edirsiniz? Bax, burada nə var? Burada nə var? 2 manat ödəniş tələb edirsiniz. Nə var? Qanunvericiliyimizdə göstərilir ki, bütün rüsumlar və ödənişlər istər özəl olsun, istər dövlət olsun, hər hansı bir qurumlarında müəyyən xidmət qarşılığında ödənişlər tələb olunur.
Siz Gülkan Milli Parkı olarak Şakir, oranın müdüriyətinin adı belədir, Şakir. Siz burada hansı haqla, hansı əsasla 2 manat adam başına bilet pulu tələb edirsiniz? Sizin burada qurum olaraq xidmətiniz nədən ibarətdir? Bura gələn turistlərə sadəcə bilet satmaq xidmət deyil. Sizin burada əgər park deyirsinizsə bura Allahın yaratdığı möcüzələrdən, ağaclardan başqa heç nə yoxdur. Onlar da sizin xidmətiniz deyil. O Allahın öz bəndələrinə yaratdığı bir xidmətdir. O xidməti bizə Allah göstərir. Böyüklüyünə qurban olum. Heç müqabilində bizdən ödəniş də tələb eləmir. Siz kimsiniz? Siz burada nə fəaliyyətiniz var? Gülkan Milli Park qoymuş, bataqlıq içindədir. Və ya burada qəfəsdə, nə bilim, hər hansı bir heyvan növləri saxlayırsınız, gələn turistlər üçün maraqlı olsun. Və yaxud da ki, gələn turistlər üçün piknik məkanları mı ayırmışsınız? Orada hər hansı bir konstruksiya mı quraşdırmışsınız? Heç nə yoxdur. Bildiyiniz meşə palçıq. Bunun üçün siz hansı əsasla vətəndaşlar 2 manatdan bilet tələb edirsiniz? İkinci növbədə, sizin nə səlahiyyətiniz, nə ixtiyarınız var ki, yolu göstərin zəhmət olmasa. Dövlət avtomobil yollarının balansında olan torpaqda post quraşdırmışsınız, özünüzdən hoqqa çıxarıb post quraşdırmışsınız. Həmin postda maşınları saxlayıb, onlara bilet satırsınız və sonra buraxırsınız. Siz kimsiniz? Bu ixtiyarı sizə kim verir? Yəni bu qanunsuzluğun pik nöqtəsidir bu. Yəni xahiş edirik cənab prezidentdən, Mehriban xanımdan, Leyla xanımdan bu insan barədə tədbir görsünlər. Yəni bu belə olmaz, ayıbdır, millət gülür. Bizim dövlətçiliyimizə, bizim cənab prezidentimizin uğurlu siyasətinə kölgə, xələl gətirən bu cür cılız məmurları cəzalandırmaq lazımdır. Dövlət avtomobil yollarında ekologiyanın postu nə gəzir? Bu nə biabırçı, nə rəzavətdir. Bizim çox gözəl, təvazükar, gözəl, alicənab prezidentimiz var, ailəsi var onun. Millətə, xalqa necə xidmət göstərirlər, millətlə necə rəftar edirlər. Amma bu cür, yəni səhvən gəlib düşüb də indi bu atmosferə olub hər hansı bir idarə müdiri, amma onun belə xalqa zülm eləməyinin qarşısı qətiyyətlə alınmalıdır. Bu cür olmaz. Gələn turistlərə qarşı hörmətsizlik eləyir. Qadın bilmir, uşaq bilmir, ağzına gələni deyir. Vətəndaş bayaqları orada mübahisə vaxtı indi digər tərəfi vətəndaşı çəkmək, gizli çəkmək qadağandır. Qanunvericiliyə mən qanunlarında sayğı göstərdim, həmişə olduğu kimi. Mən onun lentə almadım. Vətəndaş xanımdır, düşmək istəyir, 2 manatı yoxdur. Xanım ona yalvarır ki, burax məni, düşüm də, pulum yoxdur da indi, yoxdur, vur öldür, pulum yoxdur. Burax, düşüm aşağı gölün qırağına, bir pulun yoxdur, cəhənnəmə yoxdur. Mən sənə pul verməliyəm, bir ərin evdən çıxanda sən cibə pul qoyardı, sən yola salardı. Bu nə biabırçılıqdır? Azərbaycan qadınına qoyulan hörmət budur. Bu hegemonluqdur, bu reketlidir, bu məmur belə olmur. Məmurun xidməti, məmurun fəaliyyəti xalqa xidmət eləməkdir. Bu təzə xidmət növüdür. Bəlkə bizim xəbərimiz yoxdur. Qardaş, sənin nə ixtiyarın var da? Sən bu meşəyə 2 manat alırsan məndən giriş üçün. Nə üçün alırsan? Bunu bir qanunvericiliyimizlə əsaslandır da. Gələn qanunumuzun, konstitusiyamızın, ali qanunvericiliyimizin filan maddəsində, filan bəndində göstərilir ki, Gülkan Milli Parkına giriş ödənişlidir. Parkına giriş ödənişlidir, meşəyə yox. Bura park deyil axı. Siz onun adını park qoyursunuz. Məndən ödəniş tələb edirsənsə, sən mənə xidmət göstərməlisən ödənişin müqabilində. Mən yenə də deyirəm, mən piknikə gəlmişəm. Siz mənə xidmət göstərməlisiniz. Əgər məndən 2 manat ödəniş tələb edirsinizsə, parkın arasında zibil qabısı olmalıdır. Parkın arasında necə xarici ölkələrdə, məsələn, qonşu Rusiya dövlətində piknik məkanlarına girirsən, manqalı var, masası var, zibil qabısı var. Yalan bir istirahət üçün digər konstruksiya, avadanlıqlar quraşdırılır parkda. Siz nə eləmişsiniz? Siz nəyin pulunu alırsınız bizdən? Qardaş, al. Amma buna yox da, buna yox. Buna pulunu almaq, bu düzgün deyil. Qanunsuzluqdur. Bu rəsmən mədəni formada vətəndaşı talamaqdır. Vətəndaşı soymaqdır. Heç o 2 manatlar da bilinmir hara gedir. Bayram günlərində burada 100 minlərlə adam vardı. Bunu 2 manata vursan 10-15 min
manat pul eləyir bir gün ərzində. Hara gedir bu pullar? Kimin ciblərinə gedir bu pullar? Heç mənbəyi, mənşəyi məlum deyil. Bir dənə kağız veriblər, üstündə yazıb Hirkan Milli Parkı, nə bilim nə, layihə, heç bilinmir nə çəkdi o, nə peçatdı o. Peçatın hərfləri bir vəziyyətdə də oxumaq mümkün deyil. Cənab Prezidentə xahiş edirəm. Bu insan qalxı tədbir görür, bu qanunsuz əməlləri barədə. Dövlət avtomobil yollarının balansında bu adam gəlir post qoyur. Bu yol, gördüyünüz bu yol. Gördüyünüz bu yol, əziz tamaşaçılar, bu yol Lənkəranı 9 kəndlə birləşdirən Daştatürk qəsəbə daxili yoldur. Bu yol üzərində heç bir qurumun ixtiyarı yoxdur post qoymağa. Ancaq istisna hallar var. Məsələn, indi ölkədə antiterror tədbirləri keçirilərsə və yaxud da hər hansı bir zərurət yaranarsa, yolun müvəqqəti bağlanması üçün, indi o ola bilər. Yox, amma ben gəlin burada daimi post qoyum, gəlib gedəni saxlayın, bilet satım ona. Belə bir şey yoxdur qanunda. Buna kim bu ixtiyarı verir? Kim buna bu icazəni verir? Onların departamentinin müdürü var hələ bir Xaliq. Ona məktub müraciət ünvanlayırsan, cavab gəlmir belə. Çünki Xaliq bunu buraxıb da belə, get tala vətəndaşı soy gətir. Belə olmasaydı axır rəhbərlik onun haqqında tədbir görərdi. Bu qədər qanunsuzluq olar. Çay evlərini veriblər icarəyə. Məsəl üçün, bura çay evidir. Buranı verib icarəyə vətəndaşa. Sahibkarlıqla məşğul olsun. 3 ay yay sezonunu mövsümü çayxana işlətsin. Verib mənə arendaya bu torpağı, düzdür. Gətirib obyektin qabağını da bir dənə ekologiya əməkdaşını qoyub. Bir dənə də bilet verib ona. Qalıb obyektin qabağına hər obyektə girənə 2 manatdan bilet satır. Qardaş, bu torpağı mənə icarəyə vermirsənsə, sənin nə ixtiyarın var gəlib burada bilet satmağa? Bura gələn vətəndaşa artıq mən xidmət göstərməliyəm. Çay verirəm, piknik üçün manqal istəyir verirəm, samavar istəyir verirəm. Olanımızda nə var? Veririk, olmayanda deyirik yoxdur. Biz ondan xidmət haqqı tələb eləyə bilirik. Sən bu nədir gətirib qoymuşsan? İstirahat mərkəzinin girişində bir dənə əməkdaşı, gələnə də bilet satır, gedənə də bilet satır. Sən özün üçün vətəndaşı soy. Mən bura gələni özüm üçün soyub. O birisi Meşəbəyə gəlsin, özü üçün soysun. Bu özü üçün soysun. Bura kim gələcək? Bura gələn onsu da Azərbaycanın kasıb təbəqəsidir. Varlı təbəqəsi gedir, nə bilim, Quş adalarıdır, nə bilim, Bodrum, Antalya, nə bilim, digər bağlı yerlərə. Bura gələn yerli turistlərdir. O da kasıb təbəqədir. Daha kasıb təbəqəni sən özün üçün soy, mən özüm üçün soyum. Bu belə olmur axı bu. Siz vətəndaşın nə düşünmürsünüz? Xahiş edir ölkə başçısında bu insan barədə tədbir görsün. Təşəkkür edirəm. Hirkan Milli Parkın arasıdır bura. Qızılağac cinsində ağac kəsilib. Ağac burada material çəkilib. Ağacın qəlibirləri də burada yandırılır. Buradan atqırları tökülüb. Buradan yandırıblar. Bu cür. Şakir Quliyev bu cür bizim təbiətimizi məhv edir. Bir neçə dəfə belə bir hallar baş verib. Təbiətimiz ona görə qan ağlayır. Şakir Quliyevin əlində. Şakir müəllim, deməli material çəkiblər, bu da material. Tutmuşuq. Atlarla doğrayıblar, töküblər. Bu da materiala bax. Polnu materialdır.